Sualda soruşulur, cənnət anaların ayağı altındadır, hədisi doğrudurmu? Yox, cənnət anaların ayağı altındadır, hədisi zəifdir. Lakin bu mənaya yaxın olan başqa bir hədis var, səhihdir. Bir dəfə bir səhabə Peyğəmbər sallallahu aleyhi ve səlləmdən cihada getməyə izn istədiyi zaman soruşur valideynlərinin sağ olub olmasını və anasının sağ olduğunu söylüyor. Soruşur, atan sağdır, deyir, yox. Soruşur, anan sağdır, deyir, bəli. Deyir, get, ona xidmət et və cənnəti ona xidmətdə taparsan. Hədis səhihdir. Və cənnət anaları ayağı altında. Hədisi zəifdir. Lakin səhih olsaydı mənası anaya xidmətdədir. Cənnət anaya xidmətdədir. Yəni bunu hissi mənada yox, yəni ki, həqiqətən anaların ayağının altında da mənası deyil, anaya xidmətlə cənnət qazanırlar mənasında başa düşülür. İxlasla.com saytı tərəfindən təqdim olundu.